Salam, mən Emil Səfərov, Neftçi Futbol Klubunun yarım müdafiəçisi. Futbola 2013-cü ildə Zaqatala şəhəri Simurq komandası var idi o vaxtı. Orada başlamışam. Uşaq 11 liqasında səhv eləmirəmsə belə yadıma gəlir. O vaxtı bədən tərbiyə, orta məktəbdə oxuyanda bədən tərbiyə dərsi idi. İdris müəllim var idi. Deməli bütün kəndlərdə gəzirdi onda, elə bil ki, uşaqları seleksiya eləyirdi. Onda mənə bədən tərbiyədə gördü, bəyəndi, dəvət elədi Simurq komandasına. Mənə orada seçdilər. İlk müəllimim də İlqar Aslanov olub. Mənim də üzərimdə əziyyəti çox böyük olub yəni. Sonra 2015-ci ildə Simurq komandasının fəaliyyəti dayandı. Məni yönləndirdi sağ olsun Qəbələyə. Elə 9 ilimdə Qəbələdə belə keçib, sonra orada oynamağa başladım. Oradan da gəldim Neftçiyə. Neftçiyə gəlmə səbəbim ilk növbədə Neftçi ölkənin flaqmanıdır, təbii ki də. Bir çox futbolçunun, hətta deyirəm bütün futbolçuların xəyal olub ki, Neftçidə oynamaq. Yəni mən də belə bir qərara gəldim ki, yəni həm Neftçidə oynaya bilərəm, həm də özümü daha da inkişaf elətdirə bilərəm deyə, yəni belə Neftçini seçdim. Bugünkü gündə belə peşmançılıq da yoxdur yəni. Böyük üstünlüyü belə qısa deyə bilərəm ki, yəni çox gözəl bir kollektiv var burada. Psixoloji çox çökmüşdüm. Həqiqətən düzdür, zədələrim çox oldu. Yəni ilk növbədə birinci zədə imkan vermirdi ki, yəni tam ürəyim istədiyim performansı göstərim. Yəni çox məni geri saldı zədələr, belə deyim. Yəni plus oyunlarda çox səhvlərə yol verirdim. Yəni özümü belə güvənli hiss eləmirdim, başa düşdünüz necə. Yəni məşqçi gəldi, nə bilim, hər məşqçinin öz yanaşması var. Bernidub gələndən sonra baş məşqçimiz mənə qarşı, bütün futbolçulara qarşı başqa cür yanaşır. Biraz isti yanaşır. Nə bilim, belə özümü tam belə rahat hiss eləməyə başladım. Nə bilim, belə psixolojim günü-gündən belə yaxşılaşmağa başladı. Məncə bunun nəticəsidir bu. 60-70% əminliklə deyə bilərəm ki, yəni komanda psixoloji düzəldi. Təbii ki də. Yəni biz bunun üstündə yəni bir məqsədimiz var. Bunu çalışırıq ki, yəni konferans liqasına gedək. Yəni uzun müddətdir ki, komanda konferans liqasına yollana bilmir. Həm də ki, komanda şəklində çox belə həvəsliyik, işimizə də ciddi yanaşırıq. Təbii ki, çempion olmaq, nə bilim, Avropada da çox böyük uğurlar əldə eləmək istəyərəm yəni. Niyə də olmaz? Sanki oyundan qabağa da özüm hiss eləyirdim ki, oyunda bir nəsə yadda qalacam deyə. Çox, nə bilim, o sevinci qeyd eləyə bilmərəm də burada. Yəni çox başqa cür idi. Adam da çox idi, azarkeş sayı. Çox maraqlı idi, yəni çox hisslər başqa cür idi. Yəni o mən belə sözlə deyəmirəm aslında. Uşaqlıqdan Cristiano Ronaldo azarkeşi olmuşam. Yəni futbola da hücumçu kimi başlamışdım. Yəni dedim ki, bəs belə 7 nömrəni də oradan götürüm, elə o vaxtdan həm də 7 nömrə belə sevimli rəqəmim də belə deyim. Belə buna gəl. Neftçinin yükünü həqiqətən daşımaq biraz çətindir. Amma Emin Mahmudov, kapitanımız çox böyük işlər görüb. Amma çalışaram ki, mən sırf özümədirsə sual. Yəni gələcəkdə yəni əlimdən gələn ən yaxşısını eləməyə çalışıb, yəni belə yükünü də daşımağa çalışaram. Hal-hazırda Neftçinin kapitanları var. Emin Mahmudov, Emil Balayev, Kənan Piriç. Kifayət qədər təcrübəlidirlər. Zaman göstərəcək, yəni belə deyə bilərəm. Bütün futbolçular yəni bir-birimizdən səmimiyik. Yəni mənim ən çox danışdığım futbolçular belə deyim də.
yerli futbolçulardır. Yəni Emil Balayevdir, Elvin Bədəlovdur, Murad Xaçayevdir, Emin Mahmudovdur. Təbii ki, ən yaxınım Elvin Camalovdur. Yəni çox güman ki də, yəni ən səmimi danışdığım adam yəni Elvin Camalovdur. Hal-hazırda indiki mövqeyim 10 nömrə. Çətinlik çəkdirən futbolçu yoxdur, amma çətinlik çəkdiyim oyunlar olub da, yəni belə hazırda yəni belə konkret bir ad deyə bilmərəm yəni. Qəşəng sualdır. Çalışaram yəni daha çox yoxlayım. Milli komandaya dəvət alanda, yəni həqiqətən çox sevincliydim. Bir də ki, karyeramda ilk qolum Səba ilə vurmuşdum yəni. Ya, unutulmaz anlardan biriydi. Kumir yoxdur da yəni. Həqiqətən kumir yoxdur. Amma yəni belə azarkeş olaraq Ronaldo azarkeşiyəm yəni. O da ki mövqelərimiz fərqlidir yəni. Məncə kumir saymaq olmaz da. Üç oyunçu məncə çoxdur Neftçiyə gəlmiş. Çox futbolçu olub yəni. Hazırda indi Eminin əziyyətini yəni yerə vurmaq olmaz. Təbii ki, Emin çox böyük əziyyətlər çəkib komandada. Həm kapitan kimi, həm futbolçu kimi. Abubakar deyə bilərəm təbii ki, yəni çox böyük səviyyə görüb də yəni. Yəni keçmişdən kim var? Flavinio'dur. Həm indiki futbolçular belə həqiqətən bizdə keyfiyyətli futbolçular çoxdur. Yəni Vargas olsun, nə bilim bir çox futbolçu indi hamının bir ad çəkmək də belə düzgün çıxmır da. Yəni kifayət qədər yəni güclü futbolçular var məncə. Yox. Belki. Kim verir sağ? Sağ ol, kim verir? FIFA oynamamışam yəni. Çox az oynamışam da yəni bir sayılı qədər deyərəm ki 5-6 dəfə. Yəni nə bilim o mən özümə güc verə bilmərəm yəni. Qoy azarkeşlər mənə güc versin belə deyim. Yəni çox izləməmişəm, amma yəni sevdiyim filmlər yəni belə tipli deyim də, yəni belə aksiyon, yəni belə dedektiv filmlərdir. Yəni seriala çox baxan deyiləm, amma yəni Quşlar Vadisi deyə bilərəm ki, yəni bunun adını çəkə bilərəm, amma kino hansısa bir belə yadıma gəlmədi yəni. Çox güman ki, yəni polis olardım məncə. Atam həmişə deyir ki, yəni belə futbola başlamamışdan əvvəl yəni deyir ki, yəni sən polis akademiyasında belə oxutmaq istəyərəm, yəni polis olmağını istəyərəm. Yəni həm əmim də polis işləyib də, yəni belə deyim. Çox sağ olsunlar ilk növbədə. Həqiqətən mən deyərdim ki, məncə ən pis günlərini yaşayırdı da komanda. Həqiqətən çox sağ olsun. Bizdən dəstəklərini əsirgəmədilər. Yəni onlar məncə hər şeyin ən yaxşısına layiqdilər. Çox sağ olsunlar bugünkü günə görə. Yəni məncə onların da bizə çox köməyi oldu ki, biz də bugünkü gün düzdür indi çox da rezultat verməmişik. Hələ 3 oyunumuz var qarşıda. Məncə bugünkü gün ən azından yəni gözəl nəticələr əldə edirik. Onların çox böyük dəstəyi var. Çox sağ olsunlar yəni.